Çünki bilirsiniz, bəziləri biz görürük də çıxışlar, idmançı, sonra nə bilim, bütün hamısını birləşdirən və s. bilinmir nədir. Çoxdur belə. Və ya bir-iki yerdə demişəm, mən tövbə eləmişəm qutardı. Onun yerinə başqaları yayır. Çıxıb özü demir, başqaları yayır. Belə tövbə olar. Özü belə məsələlərdə. Əgər sıralı adam olsaydı, balaca bir məsələ olsaydı deyərdi ya. Və ya dünya məsələ deyərdi ya. Heç özü bilə, qarışmırıq biz. Lakin dini məsələdə əhl-i-sünnə üsuluna müxalif olan məsələlərdə, hansı ki, birinə əhl-i-sünnə üsuluna müxalif olsun, necə İmam Əhməd deyir usul sünnədə. Birinə müxalif olsun, sən artıq əhl-i-sünnə sayılmırsan. Elə məsələlərdə çoxsu ağızlarına su alıb necə deyirlər, yanıblar. Bəziləri də onların arasında bilirlər. Yenə susurlar. Onlar da təhlükədir. Onlar hələ adamlara etimad olunmur. Onlar özləri əldən təcrübələn deyirlər, bizdə nə var ki? Hələ bu nə var? Hələ bəs deyil. Bu nə var? Bəs deyil. Və sizə cəmaat etimad edir axı. Siz əgər susursunuzsa, belə bu cür məsələlərə daha niyə eşitsən? Siz nəyə lazımsınız əslən? Ona görə, məsələn, əldən çıxışına görə hər şey birində nəsə varsa da cüzi məsələ. Nə var ki, nöş qaldırırsan, nöş. O cüzi məsələ sonra böyük məsələ olur. Onlar başa düşmürlər ki, böyük məsələlər cüzi məsələlərdən başlayır. Əgər hələ olsaydı, əgər hələ yanaşma olsaydı, onda Əbu Musa Əşəri gəlib İbn Məsuda deməzdi ki, Kufədə, məsciddə halqa zikr edirlər. Balaca məsələ idi də. Lakin hər bir məsələ, balaca məsələ sonra böyüyür, əgər qabağını almasan. Allah başa düşmür. Çünki ona görə o halqadakı zikirləyənlər var idi ya. Birinci belə təhlükəli deyildi. Sadəcə sahabələrin yoluna müxalif idi Peyğəmbər sallallahu əleyhi və səlləm yoluna, Qurana. Ravi deyir ki, sonra deyir Nəhriman döyüşdə, xavariclərlə döyüşəndə biz o halqa olan zikirləyənlər var idi ya məscid Kufədə. Onlar xavariclərlə bir yerdə idilər. Lakin görsən nədən başladı? Ona görə bədən çıxışlar olur. Bu nə deyə çox danışır, bu nədir? Balaca məsələlərdə şişirdirsiniz. Şişirdən yox deyə biz sadəcə bilirik ki, bu hara gedir. Belə fikirlər nəyə aparır? Biz qeybi bilmirik ya. Bu qeybdən iddia deyil. Biz sadəcə öncəkilərə baxırıq. Tarix özünü qaytarır. Tarix özünü qaytarır. Necə deyirlər tarixçilər. Ona görə. Bunlar hamısı aldadıcı sözlərdir. Məsələn, biri çıxır deyir bir olaq. Hətta az qalır ateistlər də deyir ki, bir olaq. Kafirləri. Və ya məsələn, biri çıxır deyir ki, lazımdır danışmaq. Biri çıxır deyir ki, bir dəfə dedim qurtardı. Bir dəfə. Biri deyir ki, nə bilim, hər balaca məsələlərdir, buna görə nə danışırsınız? Dini məsələlərdə yoxdur hər şey. Bəli, dini məsələlər təhlükəli məsələlərdirsə, biz onlardan danışmalıyıq. Hamımız elm tələbələri xüsusən. Aydındır məsələ. Budur. Ona görə məsələn, biri əgər çıxıb deyir ki, məsələn, filan kəslər tağutdur, sabah o başqalarına da deyəcək tağut və ya artıq deyir. Əgər o aşağı təbəqəyə deyirsə belə, yuxarı təbəqəni də o tağut görür. Sadəcə bəzilər gizlədirlər, necə mümkün elə. Aydındır? Bəli. Həmçinin bir nəfər şərh yazıb və öyrənmək istəyir ki, kafir dedikdə nə nəzərdə tutursunuz? Kafir sözü mənasını. Kafir odur ki, artıq müsəlman sayılır. Kafir odur ki, yəni o cür ölsə, əbədiyyən cəhənnəmli idi. Kafir kimi həşr olunacaq. Bu dünyada əgər kafirdirsə biri, o dünyada da kafirdir. Və salam. Bəzi istisnalar var. Fətrə əhli kimi vesaire, onlar heç. Amma belə çünki kafirdir, o dünyada da kafirdir. Bəli.